ən çətin peşə avtobus sürmək. Qadın üçün ən çətin peşə ana olmaq. Elə özüm kimi xanımlarla, maşinist xanımlarla, pilot xanımlarla istərdim. Tom Reislə. Niyə məsələ? Maraqlıdır, canlı görüş. Onun uğurları, öz uğurları onun əlbəttə yaxşılığına. Bir qadının özünə edə biləcəyi ən böyük yaxşılıq özünə baxmağa ömrünün axırına qədər. Ancaq savad oxumaq, yəni bu peşədə də oxumaq lazımdır. O demək deyil ki, universiteti yoxdur, amma oxumaq lazımdır. Qız uşaqlarına bir cümlə xoşbəxt olun, xoşbəxt yaşayın. Zərurət. Zərurət. Avtobus sürməyimlə elə doğrudan da bəli, qürur duyuram. Valideynlərimin övladı. Bəylər görülən işləri çox həvalə eləyərdim xanımlara. İlk gələn ağlıma oldu. Siz niyə xanımlara həvalə eləyərdiniz? Çünki xanımlar möhkəmdir. Çox möhkəmdirlər. Şöhrətini daha. İşin öhdəsindən daha yaxşı gəlirlər, bəli. Çətin işləri. Dəyişəcək ilk şey insanların bir-birinə olan münasibəti. Çünki insanlar arasında ədalət və hörmət daha yaxşı olsa, daha yaxşı idarə olunar dünya. Çünki dünya ən çox güclə yox, ən yaxşı münasibətlə daha yaxşı idarə olunar. Mənim kimi. Mənim kimi xoşbəxt görürsən.